Bax, mənə bugün səhər məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti deməli sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər vərəqlədim mən o müraciəti. Çirkin bir müraciətdir. Bizim iradəmizə təsir edə bilməz, ancaq bu nəyi göstərir? Ki, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Və o müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılıb. Yəni, özlərinə